Ya biz elə uşaq var ki, o çırpılmalıdır. Yox. Ya uşaq var sözlə başa salsan, uşaq var gözlə başa salsan, uşaq var hərəkətlə başa, uşaq var çırpılmalıdır. Hə, mən onu əlavə Ya edeyim. üzr istəyirəm, mən bildim siz nə deməksiniz, mən davam edirəm. Mən bilirəm deyəm, mən uşaq deyirəm, mən bilirəm siz nə demək istəyirsiniz. Biz başqa mövzudan danışırıq, bilin. Bizim zamananın uşaqları qapazla düzəlirdi. Bəli. Uşaq qapazla oxuyurdu. Uşaq qapazla düzəlirdi. Televizor qapazla düzəlirdi. Bu qapazla işləyir, bu qapaz həmişə işləyir. Bəli, mən ümumiyyətlə əlavə olaraq qeyd edim ki, valideynlər çox bu barədə... Çox gözəl yerə gəldi tutdun. Çox gözəl yer. Nə mənim təsəvvür edir ki, amma inci zamanda biz məktəbdə, siz müəllimə sizə tutdu. Məktəbdə uşağı bir söz deyəmmiş. Uşağı danlayanmış. Bizim zamanında bax buramız yoluq idi. Müəllimə buranın yoluq idi. Bax belə vururdular. Burada belə vurdular. Olmaz. Amma indi bu uşağı bir söz deyəmmiş. Olmaz ki, uşağın öz fikri olmalıdır, uşağın fikri formalaşmalıdır, uşağı bura öz fikirlərini əlindən alırsınız. Bu yaşımızda, bizim bu 59 yaşında, indi bir 12 yaşlı uşağın sözü ilə mi oturaq? Gedin ortada qaldı mı oynayaq? Yedi uşaq mı oynayaq? Yəni deyirəm ki, uşağa bir şey deyəmirsən, məktəbdə bir şeysən, daldan biri çəkir belə səni. Düşdün keşfətə. Keşfətə də düşdün, zibilə düşdün. Bəs ona görə də mən uşaq tanıyıram. Dərsdən qaçdığına görə atası onu döyüb, verib atasını